Vahid bəy, bəs biz indi məsələn cadu məsələsinə toxunduqda, o bax bunda hansındasa əllərdə göstərir o, yəni Təbii göstərir. Məsələn, onların izi daha çox ilk olaraq bu hissədə düşür. Bu hissədə baş barmaqla əlin birləşən yerində. Bu onun sərhədidir. Baş barmağın iç tərəfində olan işarələr valideynlərdən xəbər verir. Hətta valideynlərə... Bəli, valideynlərdən xəbər. Valideynlərin durumundan xəbər verir. Burada iki dənə xət var. Atadır və anadır. Əslində, ana işarəsinin yerində, görürsünüz, belə başı aşağı, belə kəsişən bir xət var. Krest modelindədir bu. Amma uzun tərəfi yuxarıdadır. Bu, ilk olaraq onu göstərir ki, deməli, bu adamın anası erkən rəhmətə gedib. Digər bir tərəfdən göstərir ki, onu zərbələyiblər. Neynəsə, zərbələnmiş formadadır. Və qarmaq da eyni zamanda göstərir ki, münaqişə nəticəsində bu insan enerji ilə zərbələnib. Mümkündür ki, hansı bir xəstəlikdən qurtula bilməyib. Belə bir şey mümkündür. Yəni, artıq bunu əl sahibi təsdiqləməlidir. Mən bunu işarəyə görə bu qərara gəldim. Mən təbii ki, işarəyə görə deyirəm. Bunu əl sahibi təsdiqləməlidir. Və əl sahibi burada təbii ki, onu təsdiqləmişdir. Və burada olan işarətlər, kvadratlar yaşadığı mühiti verir. Yaşadığı mühitdə əvvəllər çox gərgin bir ağır dönəmi olub. Tutaq ki, burada 3 dənə kvadrat var. Deməli, bu həm də onun mənasını verir ki, 3 otaqlı yerdə, deməli, 3 otaqlı evdə yaşayıblar. Vilka münaqişə mənasını verir. Amma bu vilka baş barmağın içindədir. Bu ailə daxili münaqişə deyil, kənardan müdaxilədir. Bildinizmi? Bu kənar müdaxilə hesab olunur. Nə bilim, kimdənsə, yaxında yaşayan bir insan. Tutaq ki, məsələn, deyəndə qonşu, məsələn. Bu artıq onun mənasını verir. Bildinizmi? Amma atanın işarəsini düz xətdən göstərir, başı vilkalıdır. Sağlamdır, amma əsəbi adam hesab olunur. Mənasındadır. Burada kölgə izlər də var. Burada əslində var kölgə izlər. Mən onları qeyd eləməmişəm burada. Əsas insanın özündə olan mənfi enerjilər Venera bürcündə göstərir. Əsasən. Bu Venera bürcündə belə bir işarələrin olmağı insanın psixologiyasına, inkişafına, sağlamlığına mənfi təsirlərdir. Bunlar tormozlayır insanı. Bunlar mənfi enerjinin izləridir. Əgərsə burada xətlər, çoxlu xətlər olsaydı belə, bu özü qazanan deməkdir. İnsan özü qazanır. Ola bilsin ki, böyük lay güzvlərin qabağında yadır. Ola bilsin ki, köhnə evdədir. Ola bilsin ki, hansı bir 100 ilin evidir. Zaman-zaman müxtəlif ailələr yaşayıb, orada enerjilər bir yerə toplaşır axı. Sanki yığılır və sonra digər insana ötürür. Bu, onun mənasını verir. Amma burada xətlər tək ayrı-ayrı olduğuna görə, deməli, bu insanın özünə də hansı bir mənfi enerjilər yüklənilib, yönəlilib, amma xətlər yox olub. Bu insan özünü xilas eləyib və yaxud da ki, azad olub həmən mənfi enerjidən.